Selamünaleyküm. Nəçənik, Əbdülxalı gətirmişəm. Yaxşı, sən get. Sağ olun. Ala, giz, meymunluq eləmə. Nəçənlik, çox oturuz Cəmələ. Əbdülxalıq, aslıdır sənin özündən. Canımıyım Nəçənlik. İnvalid adamam, 2000-ci qruppa, özüm də tükanda axranlik işləyirəm. Hamı məni tanıyır, əlimlə, ətəyimlə öpürlər, başıma düşürlər. Şehit Peyğəmbər öyladıyam, cəmaata əl tuturam. Bax, sən nə istəyirsən, onu bilmir. Axraniksən, onu bilirəm. A kişi, Əbdülxalıq, o anaşa. Nəşənədir açanım. Heç mənə yaraşan şeydir. Müsəlman adamam, oruç duram, namaz qılıram. Atam görür, mənim nəşədən xəbərim yoxdur. A kişi, yalansa oruç səni qənim olsun. Ala, oruçdan, namaz qılan, müsəlman adam. Anaşa tili gal verir ala, hə? Ala, bunlar sənin evindən çıxmayır. Kimə gəlsə, mənim bunlardan xəbərim yoxdur. Din haqqı xəbərim yoxdur. Saxla görüm yoxdur. ala. Bunların hamısını bir-bir protokollaşdıracağım. Bax, Naçannik, sən ölürsən xəbərim yox. Özün öləsən. Sən dedin xəbərim yoxdur, mən də səni buraxdım. Elə deyil, Əbdülxalıq. Bunların hamısını bitdə, oğul kimi alacaqsan boynuma. Əbdülxalıq, dəhq qozdu Naçannik. Onu sındırmaq istəyənlərin çoxsunu o dünyaya göndərib. Yasını da oxuyub, bozbaşını da yiyib. Dəlilin yox, sübutun yox. Məhkəmədəki bunlarsız mənə heç bir iş kəsməyəcək. Bir dənə töhbət yapışdıracaq sənin belivə, məncəzdə buraxacaq evimə. Üstəlik bir üzür də istəyəcək. Gəlsən bu işi boşa-boşla qutar, Naçannik. Hala ağzın yoxdur. Hala yiyəbədə ağzın yoxdur, hə? Sən yeməyəcəksən, başqaları yiyəcək. Hələ mənə bir maladəc də deyəcək. Yaxşı. Odur.